Antalya otobüs terminalından herkese salam. Belə qaranlıq olduğuna baxmayın, daha səhər yeni açılır. Bugün Kayseri şəhərinə gedirəm, hava limanına getmək üçün Antalya tramvayına gəldim. Gördüyünüz kimi Antalya hava limanındayım. Gedək lançda oturaq yəni. Arkada burada lançdaydım. Amma video çəkmədim, insan çox idi, heç kimi narahat eləmək istəmədim. Nəysə, Kayseridə görüşərik, çatdan da bir-iki video çəkərəm. Pegasus'da yəni bildiyiniz low cost yəni. Sağ-salamat endim, Kayseri hava limanındayım. Bagajımı götürüb gedirəm dostum Rauf'la görüşməyə. Rauf'un yanında görüşənədək. Dostum Rauf'la görüşdüm. Dostlar, gedim evə çıxım. Gəzəndə sizinlə video paylaşaram. Hər kəsə salam. Artıq Rauf'un evindəyik. Yəni bir neçə saatdır evindəyik. Hətta yatıb durmuşam. Biraz ümumiyyətlə çox yorulmuşdum. Deməli mən uçaqdaykən Pegasus'un uçaq maketini aldım. Məndə Türk Hava Yolları vardı, Azərbaycan Hava Yolları vardı. Və bu da üçüncüsü olacaq. Gəlin birlikdə unboxing eləyək bu maketi. Mən dostlar gördüyünüz kimi maket bu şəkildədir. Buna o boyda pul vermişəm. Ona görə yana-yana qalaram, yaxşı olması. 800 lira mıydı nə qədər? Oo, yox, qəşəngdir. Body metaldır. Burada tamam, qanadlar da buradadır. Deməli dostlar, gəlmişik yeməyə. Valla tavuk dünyasına bənzəyir, mən bilirsiniz ya yox. Amma yəni tavuk dünyası deyil, bahalı yerdir mənə görə. Təsəvvür edin bu Ramazan menüsünə. Elə bir ki, baxın, bir dənə çorbadır, yanında budur. Sonra bir də soğuk baklava, su ilə də Pepsi. Birlikdə 24 manat təqribən, 24 manatdır. Yəni bahalı olduğunu düşünürəm, amma neyniyək, yəni Rauf gətirib də artıq yeyəcəyik. Dostlar, tavuk suyu çorbamızı içdik, indi də yeməyimizi yeyirik. Afiyet olsun. Çox sağ olun. Tatlılarımız da gəldi dostlar. Yav qabda 2-3 dənə makarna bıraxdıq, getdik şotu ödəməyə. Gəldik bir də baxdıq, gördük qabı fırladıblar, götürüb qaçıb aparıbdılar. Nə var idi? Toyuq. Məndə toyuq da var idi. Fırlatdılar. Ona görə 500-dən artıq 4-ə düşdü, yəni təəssüf. 200 makaron. Hər kəsə təkrardan salam. Deməli getdik, yedik gördüyünüz kimi. Qəşəng idi, hər şey pis deyildi. Bir də yeməyimi qabağımdan tez götürməsəydilər daha yaxşı olardı. Belə yəni 500-dən 4 verirəm ona görə. Günü bu gün burada bitirirəm. İlk günüm idi, yorğunçuluq idi. Sonraki günlərdə görüşənə dək. Kayseri'dəki ikinci günümdən hər kəsə salam. Kayseri Kalesinin içərisinə girəcəyik və onun içərisini gəzəcəyik. Mən də sizinlə bölüşəcəm bu anları. Kalenin girişindəyik, meydan qapısındayıq. Giriş eləyirik burada. Gördüyünüz kimi çox qəşəngdir. Burada mənim şəklimi çəkir. Dostlar, arkeoloji müzəsinə gəlmişəm. Müzədən başqa hər şey görünür. Aşağıdadır arkeoloji müzəsi. Burada da kafelər, restoranlar mövcuddur. İndi gedirik kalenin içərisindəki arkeoloji müzəsinə. Gördüyünüz kimi çox maraqlı restavrasiya ediblər. Əslində çox yaxşı şəkildə dəyərləndiribdilər kalenin içərisini. Bəzi şəhərlərdə bu şəkildə deyil, təəssüf ki. İndi düşürük arkeoloji müzəsinə görə ümumiyyətlə girişin içəridir. Məncə müzə kart istəyirlər. Əvvəl bizim müzə kartımız olurdu. Biz öğrencilərin Türkiyədə. Artıq onu bizə qoymurlar almağa. Məzar taşı. Bunların hər biri məzarlardır. Qeyd olunub burada da. Roma dönəminə aid mərmər, lahit. Buradaki yatağına bakıp geçmişim şeyler. Ama orada olmadılar.
Assur ticarət koloniləri. Ben biletten gelmiştim birinci, ikinci kursta okuyanda. Gördüyünüz kimi miladdan öncə 350 miladdan öncənin pullarıdır, təsəvvür eləyin. Bu önəmlidir, bunu çox sevdim. Burada heykəl taraşlığı görmək olar. Orada da sikkələr var. 3-cü Filippin dönəmindən Aleksandr 3. Çox önəmli sikkələr burada da mövcuddur. Burada da Heraklisin lahtını görmək mümkündür. Həmçinin çocuk mumyaları var. Dostlar, bu bayaq sizə göstərdiyim kalenin maketidir. Muzeyin çıxışında da bu şəkildə məzar taşları yer alır. Dostlar, muzeyi gəzdik. Təbii ki, Kayseri orada da videoda da qeyd olunduğu kimi Səlcuqlunun 3 başkəntindən biridir. Ona görə burada çox önəmli tarixi əsərlər mövcud idi. Roma dönəmindən olsun, Osmanlı dönəmindən olsun, Səlcuqlu dönəmindən olsun, bir çox sikkələr, bir çox tarixi abidələr mövcud idi. Dostlar, yeraltı keçidə girdik, amma həm yeraltı keçid, həm də çarşı, bazar da elə bir. Bu tualetlər ücretsizdir. Tualetlər ücretsiz deyil dostlar, уже 1 puan qırıldı. Burada da belə alt təbəqə alış-veriş yerləri var. Kimsə kusura baxmasın, heç sevinirəm. Bildiğin karvan bundan şükürlüdür bu arada. Neyse dostlar, o Səlcuqlu Uyğurluğu Müzesinə gedəndə sizə videoya davam edərik. Dostlar, Səlcuqlu Müzesinə gəldik. Muzeyin girişinə öğrenci olaraq cəmi cümlətani 75 qəpik verdik, 15 lirə. Turistlərə isə 1 manat 20 qəpik idi muzeyin girişi, yəni turistləri də soymurlar. Muzeyin girişi, içi maraqlıdır. Dostlar, Səlcuqlu dönəmində 12-ci, 13-cü yüzyılda Anadoluda bu şəkildə seramik parfüm qabları var imiş. Parfümlər bu qablarda saxlanılmış, baxın bu şəkildə. Dostlar, burada maraqlı bir televizor var. Burada kültürel və dünyavi olayları görmək olur. Qeyd olunubdur hansı rəngdir. Burada da həmçinin dünyavi olayları, rəngi və siyasi olaylar. Məsələn, dünyavi olaylardan birinə tıklayaq. Almohad dövlətinin quruluşu. Yalan deməyim, heç bu dövlət haqqında heç bir fikrim yoxdur. Siyasi olaylardan birinə tıklayaq məsələn. Ravan Karesi çatışması. Dostlar, muzeyi gəzdik. Gördüyünüz kimi bir öğrencinin girişi 75 qəpik, bir turistin girişi isə cəmi cümlətani 1 manat 10 qəpik, 20 qəpik idi. Belə görək bundan sonra haranı gəzirik Kayseri mərkəzdə. Baxın, burada gördüyünüz Şuşa Azərbaycan evində idim. Arxadakı şəkilləri buralara əlavə eləyərəm. Rauf gətirmişdi məni. Bildiyiniz kimi mən bu videonu çəkdiyim zaman mübarək ay Ramazan ayındayıq. Rauf da məni bura iftara gətirmişdi. Azərbaycan evinə. Yeməyin də şəklini qoyaram. Ücretsiz yemək yedik, sağ olsunlar. Təşəkkürlərimi bildirirəm buradan. Raufa da bizə ücretsiz yemək təşkil edən Şuşa Azərbaycan evinə də. Neyse, markete girdik Raufla, nəsə alır, bilmirəm nə alır. Maraqlıydı. Azərbaycandan açıq networkingə girmədik. Əslində məsələn, normalda mən bildiyim kimsə tanımayanda belə bir tanışlıq olur falan. Burada onu görmədim demək olar. 1-2 nəfərdən gördüm. Yox, yemirəm heç. Amma yəni yenə də sağ olsunlar, yemək yedik. Gəlmişik kofe içməyə və ilk dəfə fıstıqlı latte denəyəcəm. Şəkilləri qarışdıram ki, yaxşı qarışsın. Görək dadı necə olacaq. Kayseri'də Bahçeli Evlər durağındayıq. Gedirik Kapadokiyaya. Bu arada
Mənim əslində bilmədiyim bir bilgini sizə də aktarım. Biraz cahilliyimə denk gəlibdi. Dostlar, Kapadokya deyilən bir yer əslində zaten şəhər deyildi, bunu bilirdim. Mən Nevşehir şəhərinin ilçəsi olaraq bilirdim. Əslində Kapadokya nə şəhər, nə bir ilçə deyil. Keçmişdə yüz illər, min illər əvvəl olan bir şəhərdir və bu gün o bir neçə şəhərin bu ilçələrindən olan bir bölgə adıdır. Yəni sadəcə Kapadokyadır. Yəni belə deyim, Kayseri şəhərinin də bir hissəsi ordadır. Nevşehir şəhərinin də, Aksaray şəhərinin də. Yəni Kapadokya nə bir şəhər, nə bir ilçə deyil Türkiyədə. Bunu sizə bildirim. Yəni mən də bunu yeni öyrəndim. Nəysə, hələ indi gedirik Kayseridə otobüs terminalinə. Oradan gedirik Ürgüp, Nevşehir şəhərinin bir hissəsi, bir bölgəsinə. Ürgüp otobüs terminalındayıq artıq. Biz Kayseridə avtobusa gecikdik deyə. Sonraki avtobusla gələsi olduq. Buna görə tura gecikdik. İndi tura buradan avtobusla Görəmə deyilən bir yerə gedəcəyik. Görəmədən də gedəcəyik turumuza. Ona da taksi ilə gedəcəyik məcbur. Herkese tekrardan salam. Yetişdik, artıq buradayıq. Paşabahçe öğren yeridir bura. İllər öncə, 9 milyon il öncə vulkan patlaması ilə yaranmış bir yerdir. Niye Paşa Bahçeli onu dedi? Ha, işte Paşabahçe denilmesinin sebebi burada zamanında milyoner insanlar, milyarder insanlar yaşıyor və burada onların üzüm bağları olub. Ona görə o kadar yabancı turist var, o kadar farklı ölkələrdən turist var. Yaponiyadan gördüm, Kore'den gördüm, İngilizi desem var. Farklı ölkələrdən bir çox turistlər gəlir buranı gəzir. Gördüyünüz kimi bunlara peri bacası deyilir. Vulkanın patlaması və onun havaya buraxdığı bu qarşımda nədir bilmirəm, adı yadıma çıxdı, cahilliyimə verin. Onların sayəsində bu şəkildə yaranıbdılar. Çox maraqlıdır. İnternetdə araşdırıb zaten görə bilərsiniz daha ətraflı şəkildə. Digər dayanacağımıza getmək üzrə yola düşdük. Seramikçiyə gəldik dostlar. Desəm bizə nəsə satmaq istəyirlər ona görə. Bu arada bu yerlərdə ilk komissiya alırlar satışlardan. Yəni məsələn mən burada nəsə almış olsam bəlkə də 20-30%-ni tur rəhbərinə verirlər. Is a small information about our family that now we will see is it two different work, red and the white clay. Please come closer. You can see how we can draw paints. You can take picture and the movies, no problems. Thanks. Bu her gözlerim açıldı. Çok əgaylı. Ama bildiğiniz alma suyuna oxşur, alma çayı değil yani. Dostlar, workshopdayıq. In this area, art is the very important because Cappadocia is the very quiet place, not an option for the jobs. Still, we have two options: tourism and art. But before the tourism, we have only art. For example, man must make his the pottery. He can't make his the pottery, can't be married. Before the marriage, they're giving two tests: he is the master or not. How we can understand? We make his the sugar pot like him. Lead, it will be getting is the fit. Okay, he is the master, getting chance for marriage, but not fit, lost the chance, no girls. It's mean no money, no honey.
We will be see he can marry it or not. Dostlar, artıq buradan çıxırıq. Çox maraqlı ürünlər var idi. Amma bu günlük burada bu qədər. Amma dostlar, gəlmişik ödənişsiz yemək yeməyə. Turumuza daxildir yemək yemək. Ödənişsiz yeməklərimiz gəldi. Bayaq mərcimək çorbasını içdik, indi bunu verdilər. Sonra da sütlaç verəcəklər bizə. Vallahi dəyər, yəni tura sanki nə qədər pul vermişik, üstünə də belə yeməklər alırıq. Daha nə olsun? Deməli, gəlmişik bir dəri mərkəzinə. Yəni burada dəri satışları olur. Bir girişdə bizə alma çayı ikram elədilər. İndi sən burada modellər yeriyəcək. Buna baxın, bildiyiniz yəni model üçün yerimə yeri qoyublar. Görək nə olacaq. Amma yəni düşünürlər ki, mən də salacam, onlara da komisyon qalacaq, amma yəni heç almayacam. Çünki belə şeylərdə çox baxıram. Nə baş verir? Dostlar, Nevşehirdə hələ də qar əriməyib. Xart-xurt indi gedəcəm qarın üstündə. Dostlar, gördünüz uçurdum yerə. Mən bir də xart-xurt eləməyəcəm. Aesthetic video çəkirdim, girdim yerə az qalsın. Gördünüz də burada leather yerindəydik. Yəni qiymətlər 500-600 dolar, 700 dolar, 800 dolar, 1000-1500 dolar, yəni dəhşət idi bir sözlə. Yenə gəldik. Sən nə qəşəngsən, canın yanmasın sənin. Nə qəşəng tüklərin var sən, Isabella'nın tükü kimi səndə. Uy. Bunlar hansı belə tükü tantandı. Dostlar, təsəvvür edin, burada 2 il əvvələ qədər yaşlı dayı ilə bir xala, yəni evlilər qalıbmış orada. 2 il əvvəl onlar artıq oradan çıxartdılar. Çünki həm şərait çətindir, həm də bunlar artıq tarixi abidə olaraq qeyd olunur. Gördüyünüz kimi Kapadokiyanı çox dərin də olmasa gəzdik və artıq Kayseriyə təkrardan döndük. Hər kəsə salam. Bu Kayseri videosunun, Kayseri Kapadokiya vlogunun son videosudur, sonluğudur. Artıq Alanya'dayam. Bəzi problemlər üzündən həm tətilimi, həm də vlogumu tez bitirmək məcburiyyətində qaldım. Sonraki videolarda görüşənədək.